Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Amerika Birləşmiş Ştatlarında uzun illərdir yaşayan Azərbaycanlı tanınmış aparıcı yenidən gündəməyə gəlib. Məlum olub ki, teleradio sahəsində fəaliyyəti ilə tanınan Səxavət Nur illər sonra görüntülənib. O, Nurani Roza Zərgəli ilə görüşüb, sözgedən səmimi anlar izləyicilərin marağına səbəb olub. Qeyd edək ki, sənətçinin çıxışı Brooklyn'də təşkil olunacaq və diaspor nümayəndələri arasında böyük maraq doğurur. Bu görüş isə sosial şəbəkələrdə diqqətdən yayılmayıb və izləyicilər tərəfindən maraqla qarşılanıb. Mənim ailəmdən başqa heç kim mənə maraqlı deyil. Ailə üzvlərim mənim həyata tutunacağım əsas varlığımdır. Xəbər verir ki, bu sözləri müğənni Nazənin Salayeva deyib. Sənətçi pulun önəmindən bəhs edərkən onun müqəddəs olmadığını qeyd edib. İndi baxıram, sosial şəbəkələrdə kimsə kiməsə acıq verir, kiməsə pislik edir. O qədər gülməli hala düşənlər yazıq gəlir. Necə ola bilər ki, bəzi insanlar üçün müqəddəs heç nə olmasın? Pul qazanmaq gözəl işdir, amma pul müqəddəs deyil.